Gününüz xeyirli olsun uşaqlar. 5-ci sinif şagirdləri üçün kiçik summativ qiymətləndirmə 6-nın versiya suallarına birlikdə baxmış olacağıq. Tükənməyən təbii ehtiyatlar verilmiş sıranı seçin. Tükənməyən təbii ehtiyatlar dedikdə bilirik ki, günəş enerjisi, külək enerjisi və su enerjisi nəzərdə tutulur. Doğru variant C. Sual işarəsinin yerinə hansı təbii ehtiyat yazılmalıdır? Bilirik ki, bütün bu yəni bütün bu məhsullar neftdən hazırlanır. Ona görə də burada sual işarəsinin yerinə neft yazılmalıdır. B variantı. Meşələrin qırılmasının səbəbini qeyd edin. Meşələrin qırılmasının səbəbi ilk növbədə şəhər salma və infrastruktur. İkincisi mədəncilik və enerji ehtiyatları. Daha sonra ağac materiallarına əlbəttə ki, tələbat böyük olduğu üçün bunu da yaza bilərik. Ağac materiallarına tələbat. Tələbat. Dördüncü suala baxaq. Dördüncü sualda soruşur ki, bizdən sənaye inqilabı ilk dəfə hansı ölkədə baş vermişdir? Bilirik ki, ilk dəfə sənaye inqilabı Böyük Britaniyada baş verir. Sxemdə hansı proses təsvir edilmişdir? Fikir verin uşaqlar. Burada su hövzəsindən su buxarlanır. Su buxarları kondensasiya edir və daha sonra yenidən yağış formasını e, geri qayıdır. Bu təbiətdə suyun dövranıdır. A variantı. Altıncı suala baxaq. Sual işarəsinin yerinə hansı proses yazılmalıdır? Burada fikir versək, əvvəlcə meşə ərazisi var. Daha sonra oduncaq tədarükü görülür. Növbəti proses nədir ki, son məhsul dəftərləri alınıb, əlbəttə ki, kağız emalıdır. Növbəti suala da baxaq. 7-ci sual. Torpağın üst qatı ən məhsuldar qatdır. Təbii proseslər vasitəsilə torpaqdakı 2 sm-lik üst qatın əmələ gəlməsi üçün 500 ildən çox vaxt lazımdır. Yuxarıda verilmiş məlumata əsasən 6 sm torpaq əmələ gəlməsi üçün neçə il vaxt lazım olduğunu hesablayın. Əgər 2 sm torpaq qatının əmələ gəlməsi üçün 500 il lazımdırsa, 6 sm 2 sm-in 3 qatıdır. Düzdürmü? Demək ki, 500 ilin də 3 qatı lazımdır. 500 vurulsun 3 bərabərdir 1500 il. Bu da D variantı. Atmosfer çirklənməsinin səbəblərini qeyd edin. Atmosfer çirklənməsinə səbəb olaraq sənaye və zavodları misal göstərmək olar. Nəqliyyat vasitələrini göstərmək olar. Meşələrin qırılması əlbəttə ki, atmosferin çirklənməsinə bilavasitə səbəb olur. Meşələrin qırılması. Bunlar həm də təbii səbəblər də olar. Məsələn, vulkan püskürməsi. Yazaq, virgül, təbii səbəblər. Artıq bunu bildinizdə vulkan püskürməsi. 9-cu sual. Şəkildə hansı enerji mənbələrindən istifadə olunur? Bunu artıq görmüşük. Birincisi günəş panelləridir. Yəni günəş enerjisindən istifadə olunur. Yazaq, günəş enerjisi. Digəri isə külək. Yazaq, enerjisi. Yazdım qısa olaraq bilək. 10-cu və sonuncu suala da baxaq uşaqlar. Bir alt həftə ərzində çürüyürsə bu təbii orqanizmlərdir.
təbii orqanizmlər. Bir 3 il ərzində çürüyürsə bu parçadır. Bunun sxemi var əslində sizin kitabda. 100 il ərzində çürüyürsə bu batareyadır. Bir də 500 ildən artıq çox çürümə varsa, bu olur plastik. Plastik ən gec çürüyən maddədir. Plastik. Ona görə də ətrafımızı mütləq şəkildə bu plastik vasitələrdən mümkün qədər az istifadəyə təşviq etmək lazımdır. Belə uşaqlar, bu şəkildə sizinlə bütün sualları analiz etmiş olduq. Sağ olun.